Bir neçə ay əvvəl Santuşunda komandası məğlub olurdu. Baş məşqçi olaraq inandıra bilib ki, sizin potensialınız daha yaxşısına imkan verir. Hani baş məşqçi ilə də söhbətlərdə görürdün ki, biraz qlobal baxırlar məsələlərə. Amma biz birmənalı şəkildə deyirdik ki, biz yanlış yoldayıq. Baş məşqçisi siqareti alır damağına, çəkilir bir kənara, siqaretini çəkib aparandan sonra gedir paltar dəyişmə otağına. Biz bu gündən danışaq. Futbolçular bu gün razıdır. Heç vaxt media sektorunda bu qədər milli komandaya olan inamı, reaksiyanı görməmişdim. Hamı 90 dəqiqə həyəcanlı idi. Gətirildi də yerli baş məşqçi. Niyə ətrafında birləşə bilmirik? Niyə cəm olub yumruğu bir yerə döyə bilmirik? Elə Ayxan Abbasovun öz həmkarları. Fransa millisinə qarşı nə edə bilərsən sən? Elə ümumiyyətlə 1 il 3 aydır bizim milli komanda qələbə özünə həsrətdir. Bəzi qüvvələr var ki, milli komandanın baş məşqçi postuna yenidən əcnəbi gətirilməsi uğrunda mübarizə aparırlar. İslandiya 0-5 uduzan milli ilə Fransa 0-3, Ukrayna 1-2 uduzan milli arasında fərq görmürüksə, mən düşünürəm ki, belə müzakirəni elə orada dayandırsaq yaxşıdır. Xanımlar, salam, hər vaxtdan xeyir olsun. Xoş gördük Sözün Varın ikinci bölümündə, yeni buraxılışda. Mən də səni salamlayıram. Bütün Sport Info TV izləyicilərini salamlayıram. Xoşdur. Səfərim uzun çəkdi. Elə təyyarədən enər-enməz evə, səhər də durub gəlmisən bura və biz bu verilişi çəkdik. İnşallah ki, bizi izləyən tamaşaçılar bunu bəyənər, paylaşar və öz şərhlərini də yazırlar. Ümid edək. Suallara keçək. Qəşəng mövzular var. Əslində sən dedin təyyarədən düşüb birbaşa gəlmək. İndi bu dəfə, yəni belə alanda əslində bizim elə bütün günlər, adi günlər iş qrafikimiz belədir. Pərdənin arxasında yanan Mirsəid də bu hazırda yəni evdən gəlmir. İşinin başından ayrılıb gəlir. Nicatın özü də. Yəni evdə olsa da işləyib bura gəlib. Yəni bekar deyil. Hamı tək həmsə iş olsun, başımız elə işə qarışsın. Biraz da Allah güc enerji versin ki, bu yükün altından çıxaq. Amin deyə və başlayaq. Onu qeyd edelim ki, bugünkü sual əslində mövzumuz milli komanda ətrafında dönəcək. Yəni biz aktual mövzulardan danışdığımız üçün. Özün də 2 oyunun ikisində də canlı oldun. Həm Parisdə, həm Krakovda. Bəs niyə biz uduzan millini tərifləyirik, Ayxan oğlum? Ən çox verilən sualdır. İlk öncə onu deyim ki, təxminən bir həftə millinin yanında oldum. Bir yerdə səfər etdik Fransaya, Fransadan Polşaya və Polşadan vətənə. Millinin düşərgəsində çox əla hava var. Yəni bunu bir mənalı deyim. Mən milli ilə ilk dəfə idi səfər edirdim. Amma çox sayda milli ilə səfərdə olan həmkarlarla söhbətdə bir mənalı şəkildə dedilər ki, əvvəlki illərdə heç vaxtı milli komandada bu birliyi, bu yaxşı havanı, vəhdəti görməmişdik. Burada təkcə futbolçulardan söhbət getmir. Futbolçu, məşqçi münasibətləri, rəhbərlik, məşqçi, futbolçu münasibətləri. Yəni görünən odur ki, qısa müddətdə Ayxan Abbasov bu mühiti yarada bilib. Bizim son illərdə nəticələri qoyuram bir kənara, göstərdiyimiz oyunu qoyuram bir kənara. Bizim o vəhdətimiz yox idi. Sanki futbolçular milli komandanın adını, o formanın çəkisini dərk etmirdilər. Bu çox önəmli faktordur. Qısa müddətdə Ayxan Abbasov bunu futbolçuların əynini otuzdura bilir, beynini otuzdura bilir. Bu önəmli faktordur. Yəni hər addımda hiss edirsən ki, futbolçular Ayxan Abbasova bir sima kimi, obraz kimi, baş məşqçi obraz kimi baxırlar, qəbul edirlər. Bu önəmli məsələdir. Rəhbərliyin, yəni oyunun final fitindən sonra oyunun əvvəlində, yəni davamlı olaraq görürdüm ki, kontaktdadılar, müzakirələr gedir. Burada təkcə müzakirələr sırf oyun üzərindən deyildi. Həm də milli komandanın gələcəyi ilə bağlı idi, Azərbaycan futbolunun gələcəyi ilə bağlı idi. Elə baş məşqçi ilə də söhbətlərdə görürdüm ki, biraz qlobal baxırlar məsələlərə. Sırf məsələn Ukraynanın oyunda qazanacağımız müsbət nəticə və ya Fransanın oyunda layiqli mübarizə sırf bu aspektdən baxmırlar. Gələcəkdə nə edə bilərik? Bu millini daha yaxşı etmək üçün hansı addımları ata bilərik? Yəni klublarla əlaqələr gücləndirilməlidir.
digər baş məşqçilərlə kommunikasiyada nələri yarada bilərik, nələri, hansı fikirləri diktə edə bilərik. Yəni bu ümumi bu baxımdan baxanda, yəni aura, hava müsbət. Hə, gərək önəmli sual var ki, məğlub olan komandanı niyə tərifləyirik? Yəni burada yanaşmalar fərqlidir də. Bir neçə ay əvvəl Santuşun da komandası məğlub olurdu. Amma necə məğlub olurdu? Bəzən tez-tez eşidirik ki, mal alırsınız. Nəyə mal alırıq? Yəni biz mal alasaydıq, həmin Santuş da bu AFFA rəhbərliyinin dönəmində baş məşqçidir də. Yəni Santuşu da mal alayardıq da yaxşı. Deyərdik ki, İslandiyada yeni nəsil gəlir. Bu Fransa ilə də kick elədilər, zəif milli komanda deyil. Yığmamızın gedib orada uduzması normaldır. Çox nümunələr gətirə bilərik. Məsələn, Türkiyə kimi milli də İspaniyaya bu gün uduzur böyük hesabla. Gürcüstan kimi milli də adam yığma komandaniyətində bu gün qonşularımızın dünya çapında tanınan futbolçuları var. Bu nümunələri gətirib biz don geyindirə bilərdik də məsələn. Amma biz birmənalı şəkildə deyirdik ki, biz yanlış yoldayıq. Biz Santuşla zaman itiririk. Ortada heç nə yox idi. Nə istədiyimiz bəlli deyil. Yığılan heyət yanlış, edilən əvəz etmələr yanlış, oyuna çıxanda ortaya qoyulan taktiki sxem yanlış. Adi bir nümunə çəkim. İslandiya oyunda 0-1 45-ci dəqiqədə qol buraxırıq. Səfərdə. İslandiya millisinin baş məşqçisi notebook'unu götürüb qaçaraq gedir paltar dəyişmə otağına. Etdiyi qeydləri futbolçulara tapşırmaq üçün. Bizim Fernando Santuş nə edir? Siqareti alır damağına, çəkilir bir kənara, siqaretini çəkib aparandan sonra gedir paltar dəyişmə otağına. Fasilədən sonra yaşananlar həm də bu yanaşmanın məntiqi nəticəsidir. Nəticələr boş-boşuna qazanılmış. Və ikinci yarı həmin o İslandiya millisinin baş məşqçisi futbolçularına göstərdiyi boşluqlar, verdiyi taktiki tapşırıqlar nəticəsini verir, 5-0 məğlub edir. Biz nə milli görüb, darmadağın meydanda dağılmış, əzilmiş, nə edəcəyini bilməyən, başını itirən bir milli komanda görürük. Yəni baş məşqçisi siqaret çəkməyə gedirsə fasiləni dəyərləndirirsə siqaret çəkmək üçün futbolçular necə olmalıdır ki? Siqaretdə fikirləşir ki, mən bunlara nə deyim? Çünki heç bir qeyd eləyəm. Onu 45 dəqiqədə fikirləşməlidir. Da oyunun gedişində fikirləşməlidir. Onu fikirləşir, necə fikirləşir? Təbii ki. Amma biz bu günləri İslandiya 0-5 uduzan milli ilə Fransa 0-3, Ukrayna 1-2 uduzan milli arasında fərq görmürüksə, mən düşünürəm ki, belə müzakirəni orada dayandırsaq yaxşıdır. Yəni milli komanda bu günləri futbolçularımız nə istədiyini bilirdi. Ortada bir bəlli sistem vardı, mexanizm vardı. 0-1 geri düşdük, rəqibin bir təzyiqi var idi. Davamlı olaraq yəni cinah asmaları ilə, nə bilim uzaqdan zərbələrlə qapımızda təhlükəli vəziyyətlər yaradırdılar ardıcıl. Amma komanda sınmadı. Qol buraxdı, yenə sınmadı. Fasilə rəfəsində vacib qolu vurdu. İkinci yarı yəni hesabda geri düşdük 1-2. Zaman-zaman biz nə görürdük? Ardı gəlirdi o qolların. Amma olmadı. Hələ bəlli bir dəqiqələr oldu ki, milli komandamız bir dominant futbolda oynaya bildi. Mövqe hücumları qururdu. Yəni görünən odur ki, bir fəlsəfə vardı ortada. Bu fəlsəfənin üzərində iş gedir. Bir o fundamenti tökmüsən, üzərində bina tikirsən. Yəni ola bilər bu binanı 5 il gec tikəsən, amma dayandırdığın yerdə iş dayanmır da. Gəlib nə bilim 1 ildən sonra onun davamını, 2-ci mərtəbəsini, 3-cü mərtəbəsini qura bilirsən. Santuşda belə bir perspektiv yox idi axı. Santuşda sadəcə zaman itirilirdi, boş-boş bəhanələr var idi və nəzərə alaq ki, Ayxan Abbasov qısa müddətdə gəlib. Qısa müddətdə milli komandanın baş məşqçisi postuna gəlib. Biz bunu, biz demirik ki, Ayxan Abbasov milli komandanı bəzən belə şərhlər çox gəlir, belə rəylər çox gəlir ki, nəyi dəyişəcək, nə dəyişəcək. Biz mövcud şərtlərdən danışırıq. Necə? Yəni biz bilirik ki, Azərbaycan futbolunun çox ciddi problemləri var. Bu qlobal problemlərdir. Uşaq futbolundan, infrastrukturdan tutma, Premier Liqamızın səviyyəsinə qədər, futbolçularımızın səviyyəsinə qədər biz bu problemləri bilirik. Amma nə etməliyik? Oturmalıyıq yerimizdə gözləməliyik ki, uşaq futbolundan başlayaq. Bəs bugünkü mövcud durumumuz, bugün əlimizdə olan resurslarla nə isə maksimum etməliyik də. Biz iddia etmirik ki, Ayxan Abbasov bu milli komandanı 2030 dünya çempionatına aparacaq. Bu iddianı eləyən kimsə var? Təbii ki, yox. Biz mövcud şərtlərdən danışırıq ki, əlimizdə olan resurslarla maksimumunu ortaya çıxartmağa. Yəni, bugün Ayxan Abbasov
həmin o resursları, həm əlimizdə olan imkanların maksimumunu sıxıb çıxartmağa çalışır. Ondan sonra nə olacaq? Artıq ondan sonrasına baxmalıyıq ki, biz necə eləyək keyfiyyəti qaldıraq, necə eləyək nəticələri yaxşılaşdıraq. Bu sonradan sualdır. Biz bu gündən danışaq. Futbolçular bu gün razıdır Ayxan Abbasovdan. Şəxsən bir neçə futbolçudan müsahibəmiz də oldu. Müsahibədə də bildirdilər, səmimi söhbətdə də bildirdilər. Futbolçular baş məşqçidən razıdır və ən önəmlisi nə? Baş məşqçi olaraq inandıra bilir ki, sizin potensialınız daha yaxşısına imkan verir. 0-5 İslandiya uduzan millinin futbolçuları siz olmalı deyilsiniz. Məsələn, Ukrayna 1-2 uduzdular, layiqli mübarizə apardılar. Futbolçular hardasa özlərini daha yaxşı futbolçu yox kimi ifadə edə bilirlər özlərində, inana bilirlər. Rəhbərlik, yəni rəhbərlik də Ayxan Abbasova inanır. Mübarizə aparmağımız, futbolçuların döyüşməsi, layiqli çıxış etməsi təqdir olunur, amma azarkeşlər bunu qınayır ki, daha keyfiyyətli futbol niyə göstərmirik? Daha keyfiyyətli futbolçu göstərmək üçün bizim əlimizdə o keyfiyyət varmı? Bu günləri adi sıradan bir fakt. Şahrutdin Məhəmmədəliyev sarı vərəqə cəzalısı olduğuna görə İslandiyanın oyunda, Bakıdakı oyunda meydanda ola bilməyəcək. Kimə vəzləyəcək necə Şahrutdin Məhəmmədəliyevi? Namizədin varmı? Oyunlarda bir dəqiqə də yəni vaxt almayan Rıza Zəfərov və yaxud da Ayramov, yəni heyətdə onlar var. Əslində bizim bütün zonalarla bağlı oxşar problemimiz var. Hücum xəttində Mahir Əmrəli uzun müddətdə oynamır. Biz məcbur Mahir Əmrəlini niyə oynatdıq? Alternativimiz var. Allah'ın neyine qəzəblə düşərmiş. Alternativ deyəcək tutaq ki, Nəriman Axundzadə. Nəriman Axundzadə zədədən qayıdıb uzun müddət. Musa Qurbanlı komandasının əsasiyyət oyuncusudurmu? Yox. Olsun bu günlərlə Rüstəm Əhmədzadə. Bu gün əvəzləyəcək ikinci alternativim var. Elvin Bədəlov. Bu Elvin Bədəlovla Murad Xaçeyevin Neftçiyə transferi çox şərt şəkildə tənqid olundu. Bu futbolçunun səviyyəsi Neftçi üçün yaramır. Samir Sumqayıtdan olsa, pardon. Bu günlər Neftçinin ən yaxşı futbolçularından biri Elvin Bədəlovdur. Ən sabit oynayan futbolçulardan biri Elvin Bədəlovdur və milli komandada da Elvin Bədəlov ən yaxşılardan idi. Bu mən sənə bir faktı deyim. Ukraynanın oyunda həm Elvin Bədəlov, həm də Bəhli Mustafazadə mikro zədələrlə meydana çıxmışdı. Alternativləri olsaydı, əmin ol. Yəni o futbolçular Ukraynanın oyunda ehtiyatda gözləyərdilər. Çünki Fransanın ağır oyun keçirmişlər. Alternativimiz yox. Heç bir mövqedə alternativimiz yoxdur. Və Şahrutdin Məhəmmədəliyevin yoxluğunda biz hansı namizədlər çəkirik? Rıza Cəfərov, Aydın Bayramov. Deməli liqada 7 tur arxada qaldı, səhv etmirəmsə. Bəli. Bir dəqiqə belə meydanda olmayıb bu futbolçular. Biz millinin uğur qazanmasından danışırıq. Bayaqları vəhdət məsələsi dedim. Bax bu məqamda həmin o vəhdət ortaya düşməlidir, irəli çıxmalıdır. Bizim klublardakı baş məşqçilərdə. Zirə komandası Kəpəzi kifayət qədər keyfiyyətli üstələyir. 3-0 birinci yarıda hesabda öndədir. Yəni, ən az Aydın Bayramov ikinci yarı meydana buraxmaq olmaz mı? Bu da oyun təcrübəsi qazansın. Etmirik. Rıza Cəfərov olsun. Bu günləri Neftçinin qapısı, əcnəbi qapısı qoruyur. Adını unuttum. Kənan Piriç. İlk 3 turda da ardıcıl səhvləri oldu. Amma davamlı olaraq şans verildi. Niyə? Rıza Cəfərova da şans verəydi. Kənan Piriç ardıcıl 3 oyunda səhvlər elədi. Yəni normalda mən əminəm ki, Rıza Cəfərov eyni səhvləri etsəydi, ehtiyata göndəriləcəkdi. Amma Kənan Piriç göndərilmədi. Davamlı olaraq şans aldı və son oyunlarda artıq artma formasındadır. Nəyin nəticəsində? Sabit oynamağın nəticəsində. Özü bugünkü Neftçinin müdafiə xətti kifayət qədər yaxşıdır və ötən mövsümki qədər çərçivəyə zərbələr, təhlükələr gəlmir. Yəni Rıza Cəfərov da qapıda olsa, ciddi bir şey dəyişməyəcək mənə görə müdafiə fazasında, müdafiə zonasında. Yəni, şans verə bilər Samir Abbasov Rıza Cəfərova və Bəşər Sadov ötən mövsüm Aydın Bayramovla gümüş medal qazanmışdı. Aydın Bayramov bütün mövsümü keçirdi, qapıda durdu. Qarabağdan sonra ikinci ən yaxşı nəticə Zirə oldu da, yəni Aydın Bayramovla oldu. Quru oyunları da var idi. Kifayət qədər də yaxşı oyun keçirdi və Santuşun dönəmində də milli komandaya Aydın Bayramov dəvət aldı. Yəni geri qalmır da Tiago'da. Təbii ki, tərəzinin gözünə qoyanda Tiago nisbətən daha yaxşı qapıcı təsiri başlaya bilər. Amma faktiki olaraq sən Aydın Bayramovla da uğurlu ola bilirsənsə, niyə Aydın Bayramov qapıda olmur? Tiago'nu qapıda qoyduqca daha uğurlu olar. Birinci mərhələdə Avrokuboklarda uduzub komanda geri qayıtdı da. Yəni heç ciddi bir nəticə də qazana bilmədi Avrokuboklarda. İndi biz bu periodda görəcəyik də. Yəni hansısa məqamda biz klub maraqlarını qurban verə bilirikmi milli maraqlara? Zamanında Qurbanov bunu edib.
Yadıma gəlir, xatırlayıram. Rauf Əliyev kifayət qədər görürdün ki, axsayır ansambldan Qarabağda. Amma milli naminə davamlı oynadırdı onu. İndi də Davamlı Qarabağda oynadı. indi də saymaq olar. Bugünkü gündə Nəriman Axundzadə. Adam israrla kütlə əcnəbi hücumçu istəyirdi. Amma Nəriman Axundzadəni, Musa Qurbanov bugün ümumiyyətlə milliyə aktiv futbol oynayan, oyun təcrübəsi olan gələn hücumçular kimdir? Qarabağın hücumçuları. Şahruddin də qeyd edərdim mən Xanoğlan. Bu bir ki var. Oynada bilərdi bunu. Bəli, bu Oca pul verir. ümumiyyətlə formada qalması üçün digər qapıçıları da oynada bilərdi və 7 oyun 7-sində də səhv eləmirəmsə Şahruddinə daxili yarışlarda şans verib. Halbuki Şahruddin 3-cü ya 4-cü qapıçı kimi gəlmişdi Qarabağa. 3-cü qapıçı kimi. Yəni bu mövsüm üçün biz Bəli. düşünürdük ki, Şahruddin 3-cü qapıçıdır. Bəli. Amma arxada qalan 7 oyunun 7-sində də Qurban Qurbanov ona şans verib. Ukraynaya uduzduqlarına görə məyus olurlarsa, demək udma potensialı özlərinə görürlər. Zaten illərdir milli komandanın oyununa gedirəm. Heç vaxt media sektorunda bu qədər milli komandaya olan inamı, reaksiyanı görməmişdim. Hamı 90 dəqiqə həyəcanlı idi. Çünki gözlənti var idi. İnam var idi ki, milli komandamız hər an nəsə bərabərlik qolunda vura bilərik. Hətta əmin ol ki, bərabərlik qolundan sonra qələbə qolunu vurmağa belə inam vardı ki, bizim bu futbolçular edə bilər. Hər gücümüz çatmadı, hər səviyyədə geri qaldıq. Bunlar başqa məsələlərdir. Amma o inamı biz milli komandaya qaytara bilmişik. Məsələ də elə ondadır. Mən bunu bir nəyə bənzədirəm? Bir insan düşün, bu insan artıq ürək döyüntülərini eşidən kəslər təzədən yığışıb onun başına ki, görürsən duracaq ayağa. Halbuki dünənə kimi o insanın öldüyünü qəbullanmışdıq. Yəni biz Azərbaycan futbolunun olduğunu belə qəbul edirik. Yəni bir önəmli faktordur da. Hamımız birmənalı olaraq uzun müddətdir deyirik ki, milli komandada yerdə baş məşqçi olmalıdır. Tamamilə razıyam. Belə də olmalıdır. Yəni hazırki dövrdə, gələcəkdə mən demirəm milli komandanın səviyyəsi qalxar falan. Yəni hazırki dövrdə Azərbaycan millisini çalışdıracaq yetəri qədər yerli baş məşqçilərimiz var və mənə görə bu gün Azərbaycan futbolunda ən yaxşı 3 yerli baş məşqçidən biri Ayxan Abbasov. Bunu işi ilə sübut edib. Getdiyi hər yerdə minimal imkanlarla maksimum nəticəni ortaya qoyub. Qarşısına qoyan hədəflərə çatıb bu komanda. Ola bilər Premyer Liqada qalmaq hədəfi olsun, ola bilsin Avrokuboklara getmək hədəfi olsun. Hətta Sumqayıt kimi komandanın kiçik büdcə ilə, nə bilim Sumqayıt, Neftçi ilə, Sabah kimi çox büdcəsi geniş, imkanlar geniş klublarla rəqabətdə komandanın Avrokuboklara daşıyır. Yəni nəticələri ilə bura gəlib də, yəni havadan sudan bura gəlmir, nəticələr də var. Ha, okey, istədiyi milliyə yerli baş məşqçi gəlsin, gətirildi də yerli baş məşqçi. Niyə ətrafında birləşə bilmirik? Niyə cəm olub yumruğu bir yerə döyə bilmirik? Elə Ayxan Abbasovun öz həmkarları və ya adlar üzərindən çox getmək istəmirəm də ümumiyyətlə, yəni öz həmkarları belə Ayxan Abbasovun ətrafında cəm olmağı görünən olur ki, bacarmırlar. Halbuki Ayxan Abbasovun milli komandada bir yerli baş məşqçi kimi uğurlu olması təkcə Ayxan Abbasovun adı üçün yox, həm də onun kolleqaları üçün çox önəmlidir. Biz uzun illər deyirik ki, yerli məşqçilərə güvənmirik. Bu günlər o güvəni qaytarmaq istəyir də bu adam. Yanında niyə bir ola bilmirsiniz? Azarkeşdə, yəni parçalanmış, oyun başlamadan 0-8, 2 qapı aparın. Nə bilim, elə getməsəz yaxşıdır. Çıxır oyuna 45 dəqiqə, yəni açıq deyək də kombinasiyalı hücum sonrası, mövqe hücum sonrası bizim qapıda Fransa komandası təhlükə yarada bilmirdi. Bu reallıqdır. Qolu necə vurdular? Mbappe'nin fərdi ustalığında, yəni şərhə ehtiyac yoxdur. Yəni futbolçularla danışdım, Halil Mustafazadəsi olsun, nə bilim Elvin Bədəlov olsun. Mbappe'nin soruşan belə dəhşətli bir şey. Yəni meydanda tam başqadır. O yığdığı su və qısa zonada o etdiyi keçidlər. Qarşı alınmazdı da bir sözlə. Bəli. Yəni o şəkildə qolu vurdular. Yəni ikinci yarıda da Fransa millisinə qarşı nə edə bilərsən sən? Yəni maksimum döyüşə bilərsən də, maksimum mübarizə apara bilərsən. Mən Azərbaycanlar lağlaq eləyib. Həmin o oyundan öncə 0-8 uduzacaq, nə bilim 2 dəqiqə qapıçı aparaq. Və bu lağlaqalı, o alay eləyənlər 0-3-ə başladılar artıq nə bilim ironiya ilə yanaşmağa ki, niyə qol vura bilmədik? Niyə hücumda çoxala bilmədik? Bəzən nə istədiyimizi bilmirik. Bəzən nə bilim potensialımız nədir? Onunla qane ola bilmirik. Reallıqdan uzaq fikirlər səsləndiririk. Həqiqətimizlə bəzən baş-başa qalmarıq da bizim millinin həqiqəti nədir? Amma Xanoğlan, gəl, mən düşünürəm ki, xalqın gözü tərəzidir. Bu xalqın necə ki 44 gün ərzində Qarabağı azad edənlər də oğulları var idi, indi də var.
bu xalqın kökü var və mən düşünürəm ki, xalqın bu mərd oğulları ilə mərd oğlunun da arxasında dayanacaqlar. Və Bu böyük çoxluq dayanır necə? hə onu deyir. Hə, böyük çoxluq dayanır. Düşün, bax İslandiya ilə oyunda mən o stadionun dolu olacağını düşünürəm. Özün bilirsən ki, mən də sırf bu oyunların nəticəsidir ki, heç vaxt getmirəm, televizoru belə açıb oyuna baxmıram millinin oyunlarına. Amma gedəcəm. Görürsən, Ukrayna ilə oyunda ümumiyyətlə oyun başlarında tribunalar çox sakit idi. İkinci yarıdan azarkeş dəstəyin artıq işartıları, qığılcımları gəlirdi. Niyə? O istiliyi aldılar futbolçulardan. O komanda Bəli, azarkeş, bəli. o istiliyi aldılar. Və başladılar dəstə olmaya. Hətta maçdakı bir-biri deyirəm. Hə. Maçdakı bir-birinə olan oyunda deyirəm ki, tribunalarda o qədər çox azarkeş deyildi. Amma sakitlərdə bir güvənsizlik var idi. Amma ikinci yarı istiliyi başladılar dəstə olmağa. Mən əmin edirəm ki, bu mübarizə ilə davam etsin milli komanda. Növbəti ev oyunlarında o say çoxluğunu hiss eləyəcəksən. Biz uzun illər azarkeşləri pərən-pərən salmışıq tribunalardan. Nə bilim, yersiz mübarizəmizlə, uğursuz qərarlarla, nə bilim, təyin olunan baş məşqçilərlə. Mən təbii ki, böyük çoxluq deyil. Bugün Ayxan Abbasovun gördüyü işi dəstəkləyən kifayət qədər mütəxəssislərimiz də var. Media sahəsində çalışan dostlarımız, həmkarlarımız da var. Azarkeşlər də var. Dəhşətli dərəcədə yəni dəstək şərhlərini biz hiss edirik. Sadəcə neqativ yazanlara həqiqəti çatdırmaq üçün mən bunları deyirəm. Yaxşı, onsuz da yaxşımızadır da. Pislərlə bağlı, pis düşüncələrlə bağlı daha çox çalışmağa çalışıram ki, o həqiqəti o insanlara çatdıra bilim ki, reallıqla barışmalıyıq. Zaten həmin şəxslər deyilmi ki, hücumçusuz Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan Qurban Qurbanov istefaya səsləyirdi. Qurban Qurbanova yenə gəlirsən. Qurban Qurbanov Qarabağda çalışdığı dövrdə komanda 6-2 azalıq uduzmuşdu. Səhv etmirəmsə 2012-ci il idi. Və böyük bir kütlə qığılcım yaratmış ki, Qurban Qurbanov istefa verib getməlidir. Qurban Qurbanov o dönəm belə deyək də komanda 2-6 uduzmuşdu. Qurban Qurbanovun Qarabağdan qovulması müzakirə olundu. Sanki belə bir mif yaratmışdılar ki, Qurban Qurbanov Qarabağdan qovulmalıdır. Yəni o nəticəyə görə. Mən o dönəmdə də dostlar şahiddirlər. Deyirdim ki, yəni 2-6 uduza bilərsən. Amma komandada bir sistem var. Şəxsən Qurban Qurbanovun özünə mən demişəm bu fikirlərimi ki, o dönəmdə. Hətta getməsi həqiqətən bir müzakirə olunmuşdu. Özü də bildiyim qədərlə qərarlı idi getməkdə. Mən şəxsən özünə demişdim ki, Qurban mən, qalmağınız doğru qərardır. Siz bu komandada qalmalısınız. Çünki sistem, mexanizm hiss olunur. Çalışdığım bir yerdə nə istədiyini bilmək önəmlidir. Ortaya nə istədiyini qoymaq önəmlidir. Yəni, ola bilər uğur gec gələr, ola bilər istədiyini biraz qədər gec formalaşdırasan. Amma önəmli olan odur ki, sən nə istəyirsən? Yəni, Qurban Qurbanov ilk illərdən Qarabağdan nə istədiyi ortadaydı. O dönəmdə 2-6 məğlubiyyətə görə bəlkə də deyə bilər ki, qardaş, 2-6 uzdan komandanın baş məşqçisini nəyin tərəfləyirsən? 2-6 uzdan komandanın baş məşqçisi niyə istefa verməməlidir? Məsələn, o məğlubiyyətdən sonra haqlı olaraq sual yarana bilər ki, Qurban Qurbanov niyə istefa verməsin? Amma bir mənalı olaraq dedim ki, bu adam Qarabağda qalmalıdır. Amma bugün nəyi görürük? İndi də təxminən bənzər situasiya yaranır. Komanda məğlub olur. Biz Ayxan Abbasovu təqdir eləyirik. Müsbət fikirlər səsləndirik. Təqdir eləmə böyük çoxluq. Bəzi müəyyən bir az kəsim ortaya çıxır ki, məğlub olan komandanın nəyini təqdir eləyirsiniz? Qardaş, necə məğlub oldu? Onu da müzakirə eləyək də. İslandiya 0-5 ilə Ukraynaya 1-2 məğlubiyyətin arasında fərq yoxdur, necə? Əvvəl Burada da ədalətli yanaşaq da məsələyə. Biz elə danışırıq ki, sanki tələbələrimiz elə aşıb daşır. Müstəqillik tarixində ötən dəfə elə səfər müddətində Mirbağır ağa ilə dəyərli həmkarım müzakirə elədi. Bir anda səfərdə qazandığımı oyundan qabaq, Ukraynanın oyundan qabaq bir inam vardı ki, biz qalib gələ bilərik Ukrayna ilə. Ukrayna ilə səfər oyununda dedim, daha əvvəl görəsən qələbəmiz nə vaxt olub səfərdə. Tapa bilmədik açığı. Bu dəqiqə siz də düşünsəz, bəlkə tapa bilmərsiniz ki, sonuncu səfər qələməmiz nə vaxt olub. Bununla San Marino ilə zadla olub. Görsən gedib para çıxır. Amma ümumi sayası olsaq, bir əlin sayı qədər, barmağının sayı qədər. Onunla da Əkfran İsmailov oynayırdı da, yəni. Hə, San Marino. Bəli. Görsən, amma sayası olsaq neçə qələbəmiz var ki, səfərdə. Elə ümumiyyətdir, 1 il 3 aydır bizim milli komanda qələbə özünə həsrətdir. 1 il 3 aydır. Bəzən tələsirik biz. Çox tələsirik özdə. Demək ki, nə eləyəcəyini bilən adama
səbr eləyərək vaxt vermək lazım. 100%. Bu gün Ayxan Abbasovun Necə ki Qurban müəllimə şans verilir. romanda biz necədir? Qurban müəllimə də bəzən şans verilir. Qurban müəllim ilk vaxtlardan artıq uğurlu olur. Və sadəcə biz ilk fürsətdə qırıb atmağı çox nəsə meyilliyi, yəni linç eləyirik ilk fürsətdə, ilk uğursuzluqda, ilk məğlubiyyətdə, uğursuzluq demək məğlubiyyətdə. Bu gün nə qardaş? Yəni Ayxan Abbasovun cəmi milli komandanın başında olduğu məşqi keçidi üst-üstə 10 gün deyil. 2 həftə deyil. Yəni, nəyi dəyişə bilər ki? Nəyi dəyişə bilərdirsə dəyişib. Maksimumunu dəyişib həmin o. Maksimumunu dəyişib. Biz sanki qısa müddətdə istəyirik, nə bilim, qələbələri sıralayaq, hücum futbolu oynayaq, nə bilim, hücum fazasında olaq. Reallıqlar var, qardaş. Mən həmin oyunu stadiondan baxırdım da Fransanın oyunda. İynə ucu qədər çox zərrə formada deyirəm. Komandamız ön xətt açılsaydı, bir qədər açıq futbol demirəm. Mən sadəcə bir qədər irəlidə qarşılamağa çalışsaydı, daha çox qüvvə ilə çıxmağa çalışsaydıq, əmin ol ki, həmin günü o sel faciəsi təkrarlanacaqdı ən pis halda. Elə Bəhlulun epizodu kontratakda ayağına dəyməsəydi, O hansı sürətlə gəldi? o nə idi? Biz o dəqiqələrdə sanki istədik bir balaca açılaq. Diqqət edirdim, Ayxan Abbasov futbolçuları sakitləşdirdi ki, olmaz. Hətta belə deyim, bilmirəm operator necə oldu. Yəni biz o sürəti tuta Gözlə biz də tuta bilmədik. bilmədik. Gözlə biz də o sürəti tuta bilmədik. Bir də 0-3 ilə 0-10-un nə fərqi var deyirik. Mənə görə çox uğursuz yanaşmadı da. O sel faciəsini onu da unutmayaq. O da məğlubiyyətlərin biri kimi bizim 0-3 məğlubiyyətlərimiz də vardı. Ona nəsə ad qoymuşuq necə? Və ya 0-5 məğlubiyyətlərimiz də vardı. Hansını o sel faciəsi kimi xatırlayırıq? Bir damğa kimi qalıb da millinin tarixində o sel faciəsi 0-10. Düzdürmü? Deməli 0-10 ilə 0-3-ün əlbəttə fərqi var. Bu nə yanaşmadır? 0-1-in, 0-5-in əlbəttə fərqi var. İslandiya 0-5 ilə Fransa 0-3 arasında bir fərq Çox görmüşsə, güman ki, elə başa düşürəm ki, yəni o sel faciəsinin ki, həmin o 10-0-ın 3-0-ı eyni tutan adamlar yəqin ki, Fransa ilə axırıncı oyunumuzda 10-0, 15-0 sıxırmışlar onları. çox belə toxunursan. Təəssüf ki, milli ətrafında belə adamlar da var. Çox təəssüf ki. Ümumiyyətlə milli ətrafında şəxsin təbii göz fikri olan insanlarda var, hörmətlə yanaşıram. Amma bəzi fikirlər açıq-aşkar göstərir ki, şəxsi maraqlardır. Bu mən sənə əmin edirəm ki, bu gün bəzi qüvvələr var ki, milli komandanın baş məşqçi postuna yenidən əcnəbi gətirilməsi uğrunda mübarizə aparırlar. Və Ayxan Abbasovun Millətlər Liqasında da millinin baş məşqçi postunda qalması böyük çoxluq tərəfindən istənilir bu günləri. Media olsun, azarkeşlər olsun. Amma bəlli qüvvələr var ki, bu seçmə mərhələlərinin ardınca milli komandanın baş məşqçi postuna əcnəbi baş məşqçi gətirilməsinə maraqlıdırlar və dişləri ilə, dırnaqları ilə, əllərində olan resurslarla, imkanlarla mübarizə aparırlar. Çox təəssüf. Buradan da çağırış eləyərdim ki, yəni bu fikirləri qoysunlar kənara. Yəni milli naminə bu fikirləri qoysunlar kənara. Şəxsi ambisiyalarına görə milli komandanı qurban verməsinlər. Milli komanda bizim milli dəyərimizdir. Bu gün milli komandanın ölkə xaricində bizi təmsil etməsi tam başqa hisslərdir. Yəni o milli forma ilə bir yerdə gedib gəlirsən, yəni Azərbaycan adını təmsil edirlər. Yəni bu ada dəyər vermək lazımdır, sayğı göstərmək lazımdır. Heç bir halda şəxsi maraqlara qurban vermək olmaz. Biz danışdıq, yaxşı müdafiə və döyüşkənlik hesabına biz müəyyən komandalara diş göstərərək onların o qarşısı alınmaz hücumlarının müəyyən qədər qarşısını ala bildik. Amma hücumda bu qədər dişli deyilik. Çox açıq-aşkar sezilir səviyyə fərqi və bu çox böyük problemlər yaradır. Halbuki Fransanı demirəm, amma Ukraynada müəyyən qədər bəlkə də xallar qazana bilərdik. Bunun şanssızlığı biraz hücumda dişsiz olmağımızda görürəm mən. Sən necə düşünürsən? Müdafiə olunmaq tam başqa anlayışdır, hücumda olmaq tam başqa anlayışdır. Müdafiə elə zonadır ki, orada döyüşməklə, vuruşmaqla müəyyən qədər rəqiblə olan səviyyə fərqini qapıya bilirsən. Həm də müdafiəni qurmaq, müdafiədə olmaq daha asandır. Nəinki hücumda çoxalmaq, hücumda kreativlik göstərmək, kombinasiyalı hücumlar qurmaq. Burada artıq sənin kifayət qədər səviyyən olmalıdır. Yaxşı səviyyəli futbolçuların olmalıdır. Mənə görə o səviyyəli futbolçuların da olması üçün bizim futbolçular ölkə xaricində çıxmalıdırlar. Yaxşı legioner həyat yaşamalıdırlar.
Düz deyirlər, artıq bir neçə ildir Mahir Əmrəli gedib, təəssüf ki, problemlərlə üz-üzədir. Amma bir neçə milli üzvünə çox yaxşı təkliflər var. Elə sözüm vardı, ekskluziv olaraq bir faktı deyəcəm. Qısa müddət bundan əvvəl Elvin Cəfərquliyevə Fransanın Saint-Étienne klubundan yaxşı bir təklif gəlib. Təəssüf ki, keçid baş tutmayıb və bildiyim qədərilə baş tutmamasında yeganə səbəb futbolçunun özü olub. Yəni çox yaxşı təklif olunub. Hətta Saint-Étienne-dən İngiltərə nəhəngi Arsenala bir keçid var orada. Bir neçə futbolçu zamanında keçid olub. Bu klublar arasında bir əlaqə var. Transferlərlə bağlı. Yəni hətta Arsenalın heyətinə qatıb bura icarəyə göndərdiyi futbolçular da olub təcrübədə. Hətta Elvin Cəfərquliyevə də bildiyim qədərilə bu təklif olunub deməyək də, belə deyək, bu formada təqdim olunub ki, yəni gələcəkdə burada özünü yaxşı göstərsən, doğrultsan, Arsenala belə keçə bilərsən. Yəni Arsenal davamlı olaraq skautları səni izləyəcək. Yəni bu fakt da var ortada. Təəssüf ki, Elvin Cəfərquliyev getmək yolunu seçməyib. Mən düşünürəm ki, mən də çox istəyirəm getsin. Legioner həyatı yaşasın futbolçularımız. Bu çox önəmli faktdır. Yəni orada inkişaf etmələri, daha yaxşı səviyyələrə qalxmaları vacibdir. Amma burada bir məqam da var ki, futbolçulara da hardasa başa düşməliyik biz. Yəni asan qərar deyil. Yəni elə bir qayda olaraq deyək ki, getsinlər, getməlidirlər, məcburiyyətlə sürüşləyək. Onu da deyim ki, bu günləri ölkə çapında ən yaxşı futbolçumuz Elvin Cəfərquliyevdir də. Biz hazır ki, Elvini də etirə bilərik. Yəni ölkə xaricinə getmək bir qədər də riskli qərardır. Yeni mədəniyyət, yeni ölkə, yeni futbol sferası, yeni çağırış, yəni orada özünü necə göstərə biləcəksə, hazırki formanı saxlamağın bir kənarı. Hətta çox sürətli şəkildə eniş yaşaya bilərsən. Bugün Elvin Cəfərquliyev Qarabağda sabit futbol oynayır, Avrokuboklarda çıxış edir, milli komandamızın önəmli futbolçusudur. Yəni işin gəlir tərəfini, maaş tərəfini qoyuran bir kənara. Bir futbolçu kimi pikdədir də adam, artıq qısa müddətli də deyir. Bir neçə ildir Elvin Cəfərquliyev artan templə ölkə daxilində çıxış edir. Amma düşünürəm ki, Avrokuboklarda oynayan bir klubdan təklif gəlsəydi onu dəyərləndirərdi. Burada bu məsələ də vardı. Yəni Qarabağdan adam Çempionlar Liqasında çıxış edir. Yəni, bu fakt da var. Amma istənilən halda məncə, düzdür, legioner limiti ləğv olundu ki, futbolçularımız ölkə xaricinə getsin. Bu çox kökündən yanlış yanaşmadır. Limit ləğv olunandan sonra da biz hansısa futbolçumuz, bir-iki futbolçumuz gedib, onların da içindən normal çempionata gedən yalnız Rüfət Abdullazadədir. Onun da təklifləri artıq ötən ildən var idi. Yəni bildiyim qədərilə Rüfətə hazırda da daha yaxşı təkliflərlə bizim yerli klublar təklif edirdi. Sadəcə Rüfətin özünün məqsədləri var idi. Ölkə xaricində çıxış etmək. Sırf limitin ləğvinə görə getməyib. Çarəsiz olaraq ölkə xaricində getməyib. Burada kifayət qədər yaxşı təklifləri vardı. Onları qoyub ölkə xaricinə gedib. Bəlkə də aşağı qiymətə gedib bura. Yox, kifayət qədər yaxşı məbləğə gedib Xorvatiya çempionatıdır. Amma məqsədləri vardı. Yəni ona yaxın məbləğdə burada təklifləri var idi. Ad açıqlayası olsaq, Turan Tovuz çox israrla məsələn Rüfət Abdullazadəni istəyir. Çox istəyir. Başqa klublar da var. Amma getdi. Amma istənilən halda bilirəm çətindir. Ağır qərardır, riskli qərardır. Burada pikə çatırsan və ölkə xaricində gedib onu hansı səviyyədə davam etdirəcəksən, etdirə bilməyəsən. Amma milli naminə, həm də öz karyeran naminə gedib daha yaxşı səviyyəyə də qalxa bilərsən. Yəni burada heç kim deyə bilməzdi öncədən Saint-Étienne-də necə olacaq gələcək karyeran. Pis danışırsa yaxşı da ola bilər. Orada özünü doğrulub Arsenala da gedə bilər məsələn. Belə nümunələr var da, yəni Saint-Étienne-dən Arsenala gedən futbolçular. Düşünürəm ki, artıq bu məsələ bir qədər çətin mövzudur. Futbolçuya da haqq verirsən, futbolçunun qərarını da qınayırsan. Yəni orta bir nöqtə tapılmalıdır ki, futbolçularımız da maksimum cəhd etməlidir. Yəni bir mənalı şəkildə kitabı bağlayıb kənara qoymalı deyirlər də, elə evimin içində yaxşıdır. O düşüncəni bir qədər kənara qoyub legioner həyatı yaşamağa cəhd etməlidirlər. Mən bu ekskluziv xəbərdən sənin danışdığın bu əsnada iki şey ağlıma gəldi. Bir, Avrokuboklarda oynayan hansısa bir komanda və yaxud da La Liga və yaxud da Bundesliga-nın orta və vat komandalarından təklif gəlsə gedərdi yəqin ki. Düşünərdi bu barədə. Elvin. İkinci variant da o ağlıma gəlir ki, Qarabağın
Sentetyana saxlığı vacib qayıdıb qovuza. Bəlkə onunla bir söhbət olub, deyib ki, məsləhət eləyirmə. O özür dilərim də, yəni qınamaq asaddır da. Yəni adı eşidən kimi bəlkə də kimlərsə qınayacaq ki, niyə getmədi? Elə Liqada deyil. niyə getmədin məsələn? Elə deyil də. Yəni burada futbolçunun da müəyyən haqlı tərəfləri var, düşüncəsi var. Yəni biz futbolçunun yerində olsaq elə həmən gəlirəm deyərdikmi? Yəni bu şeylər də var da. Ona görə məncə biraz çətin qərardır. Amma getmələri mütləq lazımdır. Bir də Nicat, Emin'dən danışacaqdım, Emin deyə müraciət edirəm. Nicat, bir də milli ilə bağlı məsələdə Emin Mahmudova bax, toxunmaq istəyirəm. Çox uğurlu iki oyun keçirdi. Biz bir də özümüzə dəyər verək. Ukrayna millisinin baş məşqçisi Rebrovun da bir açıqlaması vardı. Nədənsə deyir Azərbaycanlılar öz yığmasına lazım olan dəyəri vermir, qiyməti vermir. Bir də öz milli komandamıza, futbolçularımıza dəyər verək. Xatırlayarsan, ötən mövsüm az qala Emin Mahmudovun karyerasını bitirmişdilər. Neftçi komandasına lazımsız bir futbolçuya çevirmişdilər. Bugünkü gündə də biz şərhlərdə görürük. Milli komandanın oyunlarından sonra da Emin Mahmudov qocalıb, Emin Mahmudov Napoli'də gəzir. Bir faktı deyim, Emin Mahmudov həm Fransa, həm də Ukraynanın oyunda meydanda ən çox qaçan futbolçudur. Səhv etmirəmsə 13.000 kilometr. Və Malinovskinin onunla bağlı dediyi fikirlər. Adam dedi ki, Sibsport'a səhvlərimiz açıqlamasında soruşdular, seçilən futbolçularımızda dedi 8 nömrə möhtəşəmdir. Bu şəkildə də yəni əla futbolçu idi. Meydanda özgüvən, rahat, nə istədiyini bilən bir futbolçu idi. Arda Turan oyunu izləyib. Bizə ekskluziv vermişdi o məlumatı. İki futbolçumuzu xüsusilə qiymətləndirib. Biri Toral Bayramovdur, biri Emin Mahmudovdur. Hətta Emin Mahmudovu Türkiyədə çalışanda, klubunun adını Arda Turan. Eyüpsporda çalışanda israrla Emin Mahmudovu istəyirdi Eyüpspora aparmağa. Və orada xatırlamayıb. Emin Mahmudov başlayıb ətrafındakiləri tərifləməyə 8 nömrə əla futbolçudur falan. Deyirlər, bəs Eyüpsporda baş məşqçi olanda istədiyim futbolçudur, Neftçinin üzvü. Belə bir şeylər də var ki, nəyi demək istəyirəm? Emin Mahmudovun performansını bu şəkildə bir faktlar üzərindən deyim ki, meydanın ən çox qaçan mübarizə aparan futbolçusu olub. Bir də oyun olaraq yəni adamı Malinovski sıradan bir futbolçu deyil, adamı tərifləyir. Arda Turan sıradan bir futbolçu olmayıb və indi də Şaxtyor kimi komandanın baş məşqçisidir, adamı tərifləyir. Klası var onun üçün, yəni o da hiss olunur. Mənə bir sual yaranır ki, sadəcə olaraq bu fikirləri ki, səsləndirdin ki, hansı ki, məşhur şəxslər bu barədə danışıb, hətta Ukraynanın baş məşqçisi belə söz deyirsə, yəni bizim bu Azərbaycan millisinin ətrafında iki yerə bölünən insanlar bu müsahibəni oxuyub utandılarmı? Çətin sualdır. Amma utanmalıdırlar. Mütləq. Yəni Emin Nəticə çıxartmalıdırlar, yəni belə deyək. Sənin yəni bitib dediyin futbolçu haqqında rəqib futbolçular bu şəkildə möhtəşəm sözlər. Bu var ki, sıradan deyəsən 8 nömrə fərqlənirdi. Bir də var ki, kifayət qədər yaxşı fikirlər səsləndirirsən. Yəni bunu Xanoğlan Nicat fərq demir də. Biz adətən kimsə tərifləyəndə Nicat Xanoğlan deyirlər ya qoxumudur, ya marağı var, ya mal alır. Bu Malinovski deyir də. Malinovskiyə lazımdır. Məsələn, bir kəlmədə deyib gedərdi ki, at çəkmək istəmirəm. O qədər olub ki. Yəni adamı cəlb eləyib ki, onun haqqında bu müsbət fikirlər səsləndir. Bəli, həm də bu Avropa futbolçular, Avropada oynayan futbolçular, ümumiyyətlə komandalar həmişə elə şeydən əksinə yayınırlar. Yayınırlar bir çox hallarda. Əzəri baş məşqçidə biz Bakıda Qarabağın oyunlarından sonra çox görmüşük. Məşhur mütəxəssislərə bu suallar tez-tez verilir. Və bir çox hallarda yayınırlar. Ümumiyyətlə Emini niyə gətirdim? Son illər Emin Mahmudov Azərbaycan futbolunun ən dəyərli fiqurlarından biridir. Bəlkə də birincisidir. Neftçi azarkeşlərinə də elə səslənərdim buradan. Milli komandanın da azarkeşlərinə. Bu adama sahib olun. Elə müsahibə də elədik hava limanından gələndə. Düşünürəm ki, Emin Mahmudovun səviyyəsi daha böyük uğurlara haqq edirdi. Təəssüf ki, milli komanda sarıdan bəxti gətirmədi. Azərbaycan milli komandasında böyük uğurlar qazanma ehtimalı sıfıra bərabərdir. Neftçidə daha yaxşı uğurlar qazana bilərdi ki, taleyi onu da pis gətirdi ki, Neftçinin ən uğursuz dönəmlərinə düşdü. Amma sadiqlik nümayiş etdirdi. Zamanında ona biz danışmışıq da, Qarabağdan da təklif gəlib, daha yaxşı klublardan da təklif gəlib. Bu inadkarlığı, bu sadiqliyi nəticəsində bir kubok qazana bildi.
Neftçi Azərbaycan çempionluğu. Düşünürəm ki, o Azərbaycan çempionluğu bunun elə bəlkə də bir ilahi ədalət idi. Tapdı ki, elin ən azı elin üçün, ən azı bir siyasında, karyerasında o uğur var, o qızıl medal var. Amma düşünürəm ki, daha çoxunu Emin Mahmudov haqq edirdi və bu futbolçuya azarkeşlər daha yaxşı dəyər versələr, qiymət versələr yaxşı olar. Bu gün də belə, bu bölümdə də belə bitirdik Xanoğlan. Son olaraq azarkeşlərə, izləyicilərə fərqi yoxdur. Mövzudan kənarda nəsə sözün varsa deyə bilərsən. Sözüm ancaq olar ki, axşam saatlarıdır, düzdür, veriliş canlı deyil. Əziyyət çəkmisən, Nicat buradasan, mən də uzaq səfərdən gəlmişəm. Bizim Mürsəid qardaşımız burada əziyyət çəkir. Xoşlamır, indi də adını çəkirəm, orada əsəbləşir. Xoşlamır adının çəkilməsini. Bu qardaşlar əziyyət çəkir, bu verilişi araya ərsəyə gətirir. Ancaq səslənərdim ki, verilişi bəyənsinlər, paylaşsınlar. Bu insanlar da bir motivasiya olar. Daha çox futbol auditoriyasına çatmış olar, izləmiş olsunlar. Fikirləri bizim üçün də maraqlıdır. Yazsınlar şərh bölümündə. Əziz izləyicilər, sağ olun, salamat qalın. Gələn həftədə bizim yaxşı bir mövzu olacaqsa yenə burada olacaq. Çünki bizim Sport Info'nun sizə sözü var. Xudahafiz. Növbəti sözüm var da görüşərik inşallah.